Çünki la ilahe illallah deyirdi, açıq aydın Quranda bildirilir ki, onlar inanırdılar. Allah Teala Quranda buyurur ki: "Və la insəaltə men xalaqas semavati vel arda la yaqulun Allah'a sorsan, onlardan göyləri, yeri kim yaradı? Deyəcəklər Allah. Söhbət problem nə idi ki, bunlar inanırdılar. Yəni müşriklər inanırdılar ki, Allah var, yaradıb. Niyə onlar müşrik? Mənim maraqlandıran odur. Bax, indi problem odur ki, o vaxt müşrik Allah Teala xəbər verir ki, "Və idə rasibu fil fulki da'allahu muxlisləuddin." Onlar dənizdə, gəmiyə mindikləri zaman, fırtına əsdiyi zaman ixlasla müşriklər Allah'a çağırır. Allah'a dua edirlər. Fikir. "Fələmmə nəccəhum iləl bəği idəhum müşrikun." Nə vaxt ki, Allah Teala onları quruya çıxardı və onlar yenə şirkinə qayıdırlar. İndi problem məni yandıran odur ki, insanlar Allah'ı söyürlər. Bu şirkinlə ki, əhl-i mənsi olanlar da var, çağırırlar, çətin zamandır, ya baba, ya bədəvi çağırırlar. Sizdə də var ki, ya filankəs, ya Hüseyin, ya Fatihə çağırırlar, Firavan vaxtında da çağırırlar, çətin vaxtında çağırırlar. Olubsa problemdir. Şirkdir. Şirkdir. Şirkdən tərif elə. Şirk nədir? Təsbiyyət-u qeyrullah məallah. Allahdan başqasını başqa bir adamın adını Allahla bərabər çəkməyə şirk deyir. Və bərabər yox. Təsbiyyət-u qeyrillah məallah. Allahdan qeyrillah, Allah bərabərləşdirmək. Allahdan başqasına Allahla bərabər dərəcədə. Ya demək ki, ey Hüseyin mənə evlad ver. Nə deyirsən buna? Ey Hüseyin mənə evlad ver. Ey Hüseyin, əgər Hüseyin Allah